Salam uşaqlar, hər birinizi xoş gördük. Bu günləri biz sizinlə əlifba məsələlərinə dair belə bir maraqlı sualın izahına baxacağıq. Sualda deyilir ki, uşaqlar, əlifbanın gücü 16-ya düşən zaman informasiya həcmi 3 dəfə azalıb. Heçin əlifbanın gücünü tapın. Uşaqlar, mən bunu birinci halda əlifbamın gücünü bilmədiyimə görə əlifbamın gücün n bərabərdir kiçik n bitlə işarə eləyəcəm. Yəni, ümumi əlifbamın gücün və bir simvolun həcmi nə qədər olduğunu bilmirəm. Simvol sayımız da yenə x olacaq. Simvol sayında x götürəcəyik. İkinci halda isə uşaqlar bizə deyir ki, 16-ya düşüb. O zaman əlifbamın gücü olub 16. Bir simvolun həcmi isə olub 4 bit. Yenə burada da simvol sayımız nə imiş? X imiş. Və buradan da uşaqlar mən tapdım ki, birinci halda deməli simvol sayın bir simvolun həcminə vuranda simvolumuzun sayı x-dır. Bir simvolumuzun həcmi isə n bit. Vuracam n bitə. İkinci halda isə uşaqlar yenə simvol sayı x-dır, bilmirəm. Amma bir simvolun həcmi 4 bitdir. Bunu tapdıq və biz birinci həcmi, bu birinci həcmdir. İkinci həcmə bölsək, 3 dəfə azalıbdır. Çünki məsələnin şərtində deyir ki, 3 dəfə azalıb. Onu tapmış olaraq. Deməli, x vurulsun n bit bölünsün. X vurulsun 4 bitə bölərsəm 3 alaram. Buradan x-lər ixtisar gedər, bitlər ixtisar gedər, qalar nə? Qalar n bölünsün 4, o da 3. Biz də nəyi üzr istəyirəm, nəyi 4-ə bölsək 3 alarıq? 12-ni. O zaman biz taparıq ki, kiçik yenimiz 12-dir. Əgər bizim kiçik yenimiz 12-dirsə, o zaman böyük yenimiz nəyə bərabərdir? Düsturda aparıb yerinə qoysaq, 2 üstü n düsturuna əsasən, buradan taparıq ki, 2 üstü 12 imiş. Deməli, bizim ilkin olaraq əlifbamızın gücü 2 üstü 12 imiş və bir simvolun həcmi isə yaddaşda 12 bit yer tuturmuş.